Salam hər kəsə. Sizə bugün Şarmilyon deyilir. Bu otel haqqında məlumat vermək istəyirəm. Qabaqcadan deyim ki, mən burada istirahət edirəm və heç bir turdan deyiləm, mənfəət gütmürəm. Sadəcə bir məlumat verim ki, kimsə gəlmək istəsə məlumatı olsun. Deməli, bu otel Şarmilyon Gardens Aquapark'dır. Bu otel 3 hissədən ibarətdir. Bizim otel buradır. Və mən davam edə sizə ətraflı hər şeyi başa salaram. Deməli, bu Gardens Hotel bizim qaldığımız oteldir. Arxada 2 dənə də kompleks var. İkisi də Şarmilyondur. Sadəcə biri klub adlanır, biri Sea Life adlanır. Bu üçünə də giriş pulsuzdur, hamı girə bilər. Ancaq ən daha çox qiymətli olan budur. Ona görə ki, bu kompleksin akvaparkı var. Qalan komplekslərin akvaparkı yoxdur. Bura gəlir və ödəniş edir. Və burada bura receptiondur. Deməli, receptiona daxil olarkən və burada görürsünüz ki, çox qəşəng bir hissəlidir. Hər bir şeydə var və istifadə. Bu qabaqcadan deyim sizdə, burada guest relation yazılıb. 7 gecədən artıq qalanda 2 gecə 2 restoranda pulsuz qalmaq olar. Və receptiona yaxınlaşandan sonra bir məlumat verim burada olarkən. Deməli, burada bankomat var. Sizin əgər dollar kartınız varsa, dollar kartı bura daxil edib dolları çıxardıb və istifadə edə bilərsiniz. Çox rahatdır. Nə qədər prosent tutur, faiz tutur, onu dəqiq bilmirəm. Amma mən neynədim burada? Bura məsəl üçün kartsız pul daxil olunur, dollar, və onu özü çevirir bunların Yegipet pullarına. Yegipet funt deyirlər, Misir funtu, və oradan hamısını özü 10 dollar, 5 dollar nə qoysaq onu hamısını özü konvert eləyir, çevirir və sizə verir ki, bu qədər 100 funta 7 funt tutur və nə qədərsə faiz tutur. Çox cüzidir. 1 dollara demək olar ki, bir 5 sent tutur. Və davam edin. Buradan geçsək biz gedirik, davam edirik. Davam edirik. Burada mən saat qeyd edeyim ki, saat 8-in yarısıdır, axşam 8-in yarısı. Burada yemək vaxtıdır. Deməli, 3 dəfə yeməkdir. Və burada mən yeməkləri sizə onu da gəlin cüzi göstərim. Çox vaxt aparmayaq ona ki.